Bugün sizə yeni nəsil səpin texnologiyası ilə çalışan Maşio Gaspardo MP6 pnevmatik toxum səpənini təqdim edəcəm. Texnikanın çalışması üçün cəmi 90 at gücünə traktor yetərlidir. Altı cərgəli səpin sistemi vasitəsilə geniş ərazidə işi qısa zamanda tamamlayır. Kabinada yerləşdirilmiş monitor sayəsində isə toxum səpini dəqiq icra olunur. Altı cərgəli səpin zamanı 70 sm ilə ideal cərgə arası məsafə ilə bitkilər daha balanslı inkişaf edir, sahədə nizamiyyəti ilk baxışdan hiss olunur. $560 litrli gübrəçəni sayəsində gübrələmə və səpin eyni anda həyata keçirilir. Bu da daha az əziyyətlə daha çox məhsuldarlıq deməkdir.